Son zamanlar Bakı Dövlət Universitetinin tələbələri barədə alçaldıcı məzmunlu deepfake materiallar hazırlanır. Belə ki, naməlum şəxs və ya şəxslər qrupu tələbələrin açıq profillərindən götürülmüş materiallardan istifadə edərək montaj olunmuş foto və videolar yayımlayıblar. Paylaşımların məzmunu isə təhqiramiz və alçaldıcı mətnlərdən ibarətdir. Tələbələr bildirirlər ki, deepfake materialları hazırlayanlar görüntülərin silinməsi müqabilində pul tələb irəli sürüblər. Üstəlik, saxta hesablar əsasən gecə saatlarında aktivləşdirilir. Təhqiramiz materiallar paylaşıldıqdan sonra isə səhərədək silinir və ya deaktiv edilir. Bu da hüquq mühafizə orqanlarının izləmə imkanlarını çətinləşdirir. Bu tərz halların işıqlandırılması üçün paylaşım edən tələbələrin paylaşımların altındakı şərhlərdə digər istifadəçilər də oxşar hallarla üzləşdiklərini qeyd ediblər. Onların razılığı olmadan şəkillərindən istifadə edilməsi, saxta hesabların yaradılması və böhtan xarakterli məzmunun yayılması halları baş verib. Bu isə rəqəmsal təqib və deepfake texnologiyalarından sui-istifadə probleminin daha geniş miqyas ala biləcəyini göstərir. Daxili İşlər Nazirliyindən Real TV-yə bildirilib ki, məsələ hüquq mühafizə orqanlarının nəzarətindədir və araşdırma aparılır. Bu istiqamətdə vətəndaşlara tövsiyə olunur ki, sosial şəbəkələrdə və digər onlayn platformalarda şəxsi məlumatlarını, foto və video görüntülərini nəzarətsiz şəkildə paylaşmasın, məxfilik qaydalarına riayət etsinlər və tanımadıqları şəxslərlə məlumat mübadiləsindən çəkinsinlər. Çünki açıq mənbələrdə yayılan materiallar sonradan manipulyasiya edilərək saxta məzmunun hazırlanmasında istifadə oluna bilər. Eyni zamanda mənbəyi təsdiqlənməmiş video və audio materialların paylaşılmaması, belə hallarla rastlaşdıqda isə dərhal polis orqanlarına məlumat verilməsi vacibdir. Qanunvericiliyə uyğun olaraq saxta məzmun hazırlayan və yayan şəxslər barəsində hüquqi məsuliyyət tədbirləri görülür. Daxili İşlər Nazirliyi tərəfindən kibercinayətkarlığın bütün istiqamətlərinə qarşı mübarizə tədbirləri ilə yanaşı maarifləndirmə işi də davam etdirilir. Şəkillərin razılıq olmadan istifadə edilməsi şəxsi həyata müdaxilə və mənəvi zərər kimi qiymətləndirilir və mövcud vəziyyət bir sıra mühüm məsələləri gündəmə gətirir. Şəxsi məlumatların və açıq paylaşılan vizual materialların qorunması, platformaların saxta hesablarla bağlı şikayətlərə operativ reaksiyası, deepfake və kiberzorakılıq halları ilə bağlı hüquqi qiymətləndirmə, xüsusilə də zərər çəkənlərə psixoloji dəstəyin göstərilməsi, mütəxəssislərin fikrincə zərər çəkənlər ilk növbədə psixoloji dəstək almalı, sonra isə bu tərz halların qarşısının alınması üçün hüquq mühafizə orqanları ilə əməkdaşlıq edərək dələduzların ədalətə təslim olmasına yardım etməlidirlər. Şübhəsiz ki, bu böyük bir hadisədir həmin şəxslərə qarşı. Bu, onlarda travma yaradır, stres yaradır və təqib maniyası. Psixologiyada belə bir maniya var, təqib maniyası yarada bilər onlarda. Bunun üçün şübhəsiz ki, onlara psixoloji intervensiya proqramları, psixoloji müdaxilə proqramları tətbiq olunur və onlar əgər belə bir hallarla qarşılaşırsa və psixoloji travma özlərində hiss edirlərsə, şübhəsiz ki, psixoloji mərkəzlərə, hətta universitetlərin tərkibində olan psixoloji yardım mərkəzlərinə müraciət edə bilər, müvafiq psixoloji xidmət ala bilərlər. Amma şübhəsiz ki, belə insanlar diqqətli olmalıdır, ayıq olmalıdır və hüquq mühafizə orqanları çox yaxşı olar ki, mətbuatla birlikdə belə kiber cinayətkarlara qarşı ardıcıl davamlı şəkildə mübarizə aparsın və bunları ifşa etsinlər və onlar arasında eyni zamanda istifadəçilər arasında hüquqi maarifləndirmə tədbirləri də aparmaq lazımdır ki, onlar başa düşsünlər ki, onların törətdiyi bu əməllər hüquq əziz davranışlarıdır və hüquqi məsuliyyətin başa düşsünlər onlar. Qeyd edək ki, intim xarakterli deepfake-lərin adi istifadəçilərə qarşı şantaj məqsədi ilə istifadəsi sürətlə yayılır. Interpolun 2026-cı ildə olan məlumatına görə bu tip halların sayı 10 dəfə artıb. Proqnozlara əsasən 2026-cı ilə qədər onlayn məzmunun 90%-nə qədəri süni intellekt mənşəli ola bilər. Bu isə həqiqətin saxtadan seçilməsini çətinləşdirən ciddi informasiya səs-küyü yaradır.